Bugün söhbət eləmək istədiyim mövzu elmlə bağlıdır. Elm ölkəmizdə nə dərəcədə inkişaf edibdir? Elmin inkişafı üçün nə dərəcədə zəmin vardır və ümumiyyətlə elm inkişaf edən ölkələr və elm inkişaf etməyən ölkələr arasında fərq nədən ibarətdir? Bu balaca bir uşağa da məlumdur ki, elmin inkişaf etdiyi ölkələrdə ictimai rifah səviyyəsi, maddi qazanc, insani münasibətlər daha yaxşı olur, daha yüksək səviyyədə olur, daha inkişaf edir. Bəs ölkəmizdə elmin inkişafı hansı yerdədir? Biz 1991-ci ildə müstəqillik qazandıq. Doğrudur, 1994-cü ilə kimi 1-ci Qarabağ müharibəsi baş verdi və 1-ci Qarabağ müharibəsi Azərbaycan dövlətinin resurslarını, insani resurslarını, maddi resurslarını kifayət qədər başqa istiqamətə yönəlməsinə səbəb oldu. Humanitar fəlakətlər yaşandı, qaçqınlarımız oldu. Ərazilərimiz işğal edildi. Amma 94-cü ildən başlayaraq ölkəmiz əsri müqaviləsini imzaladı və ölkəmizə beynəlxalq investisiyalar axmağa başladı. Və nəhayət, biz bu günlərim ölkəmizdə elmin durumu ilə əlaqədar olaraq nəyi deyə bilərik? Bu videonu çəkməmişdən öncə mən beynəlxalq reytinqlərdə 3 Cənubi Qafqaz ölkəsinin, Azərbaycanın, Gürcüstanın və Ermənistanın mövqeləri ilə tanış olmaq qərarına gəldim və beynəlxalq elm reytinqlərində Ermənistan 59-cu yerdə, Gürcüstan müəyyən vaxtlarda 65 və 70-ci yerlərdə, Azərbaycan isə 90-cı yerlərdən aşağıda dayanır. Eyni qaydada elm sahəsində çalışan insanların əmək haqqları, məvacibləri və maaşları nöqteyi nəzərindən baxdıqda, Ermənistanda maaşlar, elmi işçilərin maaşları Azərbaycandan daha yüksəkdir. Biz adət eləmişik deyək, müharibə falan, ermənilər də savaşdı, bizimlə savaşdı. Onların ümumi bütcəsi bizdən azdır, onların ümumiyyətlə gəlirləri bizdən azdır. Bəs belə olduğu təqdirdə necə ola bilər ki, Ermənistanda elmi işçilərin məvacibləri və maaşları Azərbaycandakı elmi işçilərin maaşları və məvaciblərindən daha yüksəkdir? Digər tərəfdən, bir ölkənin elmi baxımdan inkişaf etməsini görmək istəyirsənsə, onun ixracına baxacaqsan və idxalına baxacaqsan. Azərbaycan ixracının yenə də böyük əksəriyyətini 90%-in üzərindəsini neft və neft məhsulları təşkil edir. İdxalın isə xeyli hissəsi elm tutumlu məhsullardır. Yəni elm tutumlu məhsulların böyük çoxluğunu biz ölkəmizə idxal edirik. Necə ola bilər ki, bu illər ərzində biz ölkəmizdə elm tutumlu iqtisadiyyatın inkişafına şərait yarada bilmədik. Bəs belə olduğu halda müvafiq elmin inkişafına cavabdeh olan qurumlar digər məsələlərlə niyə məşğul olur? Şagirdlərin zahiri görkəmi ilə, geyimi, kuşamı ilə niyə məşğul olur? Bax, bu göstəriciləri düzəltmək lazımdır. Axı, elmin inkişafı bir xalqın yüksəlişi üçün, rifah səviyyəsinin yüksəlişi üçün zəruridir. Siyasi mövqeyimizdən, yaşımızdan, etnik mənşəyimizdən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir insanın maraqları daxilində deyilmi elmin inkişafı? Elm inkişaf etməyən bir ölkədə rifah səviyyəsi həmişə xaricdən asılı olacaqdır. Xam mal ixrac edən ölkələr belə bugün, hətta Səudi Ərəbistanı kimi bir ölkə, hansı ki orada çox yüksək elmi nailiyyətlərlə seçilmir, amma bununla belə yüksək elmi nailiyyətlərlə seçilən mütəxəssislər ölkəsinə cəlb edir və orada texnoloji istiqamətli ali təhsil müəssisələri açır. Bax belə dostlar, elmin inkişafına vəsaitlərin düzgün xərclənməsi lazımdır. Bu günlərim hər hansı bir tədqiqatçı istənilən bir tədqiqatı aparmaq üçün vəsaitə ehtiyac duyur. Bir də elmlə istehsalın ölkəmizdə nə dərəcədə əlaqəsi var? Son dönəmlər texnik sahəsində, iqtisadiyyat sahəsində, digər tətbiqi sahələrdə müdafiə edilmiş dissertasiyalar nə dərəcədə istehsalatda tətbiq edilir? Və yaxud da ki, ictimai elmlərdə, bax belə əziz dostlar, elmə cavabdeh olan şəxslər, elmin inkişafına cavabdeh olan şəxslər, məncə bu məsələlərlə daha çox məşğul olsunlar, nəinki digər